Mənə görə insanın sevdiyi bir sənət olmalıdır. Başının qarışacağı bir mütləq şəkildə özünün ləzzət alacağı bir sənət olmalıdır. Olmalıdır ki, öz içindəki istedadı, həqiqətən o gücü, Allahın verdiyi o gözəlliyi fərqinə vara bilsin və daha çox xoşbəxt ola bilsin. Keyfini çoxaldacaq, xoşbəxtçiliyi artacaq, insanlara və həyata qarşı baxış bucağı daha da fərqli olacaq. Xoşbəxt olmaq üçün ətrafınızdakı insanlardan heç bir asılılığınız olmasın. İçinizdəki təbibi və psixoloqu tanısaz, inanın ki, elə həyatın ən böyük enerjisi sizinlə olacaq. Elə mən də adamam da, səhər elə o enerji yox idi deyəndə yuxudan ayağa durmuşdum, gördüm yuxu qanım bir dənə qaradır ki, gəl görəsən, heç belə deyim sizə ki, adam gözləyirdim ki, qapım o dərəcədə. Neynim? Bankanı götürdüm əlimə, atdım materialları əlimin altına, başladım, dedim, nə çıxsa ortalığa qənimətdir. Elə ağlıma ilk gələn bankadan uşaqlar üçün nəsə bir, istəyir daxıl qabı olsun, istəyir bujuteriya olsun, rezinləri yığmaq üçün və yaxud da aksesuarlarını toparlamaq üçün çox mükəmməl bir qab ortalığa çıxartmaq qərarına gəldim. Evdəkilərə də tapşırdım ki, bir vızın cınqırı çıxmasın, bu işi ortalığa çıxartmasa mən gecə rahat yata bilmərəm. İnanın ki, elə bu işi ortalığa çıxardandan sonra elə bir bütün üstümdəki ağır enerji yoxa çıxdı. Hərəsi bir nəydə sifariş elədi. Yaxın zamanlarda bunun bir qəhvəyi rəngini, bir də mavi rəngində oğlanlar üçün eləyəcəm. Amma fikirləriniz mənim üçün çox önəmlidir. Yaxşı və yaxud da pis yorumlarda fikrinizi yazın. Yaxşı yazanları saxlayacağam, pis yazanları bloka atıb bir dəfəlik yaradan çıxardacağam. Yalan olmasın, nə var, enerjim yerinə gəlsin deyənə 4-5 saat bu ilə əlləşmişəm. Ona görə də fikirləriniz mənim üçün çox mühümdür. Enerjimiz hər zaman maksimum dərəcədə olsun. Öz bizdən müqəddəm. Allah'a emanet olun. Sabahki basarda görüşənədək.